Salamlar hər kəsə. Bu gün Polşada biznes açmağın çətinlikləri, oradakı fürsətlər və digər məsələləri danışacağıq və bu mövzuda bilirsiniz mən biznesdən sıfır anlayışım var. Buna görə də yardım alacağam Uğur bəydən. Brista Consulting şirkətinin rəhbəridir və böyük bir təcrübəsi var bu yolda. Ona görə də indi topu ona ötürürəm. Özünü təqdim etsin zəhmət olmasın. Salamlar Uğur bəy, adaşım. Salamlar hər kəsə. Bigit Star şirkəti 2 ildən artıqdır ki, fəaliyyət göstərir. 2 ildən artıqdır ki, biz bu şirkətdə konsaltinq, danışmanlıq, hüquqi işləri, mühasibə işləri ilə bağlı xidmət göstəririk. Buyurun Uğur bəy, sualınızı verin. Biz də o suallara görə cavablandıraq. Nəyə görə Polşanı seçdiniz? İlk olaraq bu. Çünki məkanı birinci təyin eləməliyik biznes üçün. Yəni əslində belə deyim, nəyə görə Polşanı seçdik? Polşanı biz biznes üçün seçməmişdik sözün açığı. Polşanı təhsil üçün seçmişdik. Polşaya vaxtilə təhsil üçün gəldik və təhsil bitirdikdən sonra həm davam eləyə istər-istəməz biznes sahəsinə də girdik. Həm ümumiyyətlə, həm təhsil aldığımız sahəyə görə, həm aldığımız sahəyə görə maraq oyandı ki, biz özümüz beynəlxalq iqtisadi siyasi münasibətləri oxuduq, ekonomiya oxuduq, finans və s. və biznesin idarə edilməsi, menecment və s. Bu fakültələrin hamısında da istər-istəməz oxuduqca həm fakültə olaraq təcrübə qazandıq, həm də istər-istəməz bu işin içinə belə deyək də girdik yavaş-yavaş, praktikasını yaşadıq. Bunun praktikasını nə vaxt yaşadıq, onu da deyim sizə. İlk şirkəti 2016-cı ildə 2016-cı ilin yanlış xatırlamıramsa noyabr ayları idi. Noyabr-oktyabr bu civarlardaydı. İlk şirkəti o vaxt qurdum. Şirkətimizin adını əslində deməsəm daha yaxşı olur çünki şirkəti artıq mən satmışam başqa birisindədir. Bu məlumatı paylaşmayaq. Şirkət 2016-cı ildə quruldu. Əslində rəhbəri mən deyildim. Sadəcə şirkət necə qurulur, müəyyən supportlar, müəyyən dəstəklər lazım idi. Orada mən iştirak elədim. Və mənim özümə görə fikirləşdiyim, belə deyim, ən doğru qərarlardan birisi, mən həmin vaxtlarda artıq ingiliscə yox, polyakca təhsilə yönləndirdim özümü ki, mən bu dili öyrənməliyəm. Burada iş qurmaq istəyirsənsə, işin detallarına sahib olmaq istəyirsənsə, polyakcanı öyrənməlisən. Və bunu da qeyd edeyim ki, polyaklar özləri də yəni əslində bəlkə kənardan bilmirəm necə görsənir, amma daxildən çox bacarıqlı, çox işi bilən və həqiqətən də işgüzar biznes sahibi olan insanlardır. Qısa yoldan və rahat yoldan və ağıllı yoldan necə belə deyim, biznesi inkişaf etdirmək olar, necə qazanc əldə etmək olar, polyaklar bunları çox yaxşı bilirlər. Və bunu da sizin də bilməyiniz üçün əsas məsələ bunu belə deyim, ingilis dili bəli lazımdır, beynəlxalq bir dildir, amma buranın öz insanları ilə oturub, ünsiyyət qurmaq, işin detallarını bilmək üçün o dilin özünü də öyrənməyiniz lazımdır. Və bunun səbəbi idi ki, bəlkə də o vaxt mən artıq bir şirkətlə tanış oldum və o şirkətin qurulmasında şəxsən iştirak etdim. Şirkət hətta qurduq, hətta səhmlərin alınmasından, satılmasından və s. Ümumiyyətlə, biz iştirak etdik və o şirkəti, bunu bəlkə növbəti suallarda siz verəcəksiniz, o zaman cavablandırır və o şirkət hər kəsin bildiyi dədə-baba üsulü ilə desək, notarius üzərindən quruldu və oradakı prosedürü gördüm, çünki bilmirdim, detalları o vaxtda hakim deyildim, bilmirdim ki, bunu eyni zamanda portal üzərindən də qurmaq olar və s. Bilirdim, amma təcrübəm yox idi. Bu şəkildə ilk şirkəti 2016-cı ildə qurmuşuq və bu soruşsanız ki, indiyə qədər neçə şirkət qurmusunuz, özünüzün olub və s. Onlarla şirkət olub və bir şirkətin qurulmasından tutulmuş, batırılmasına qədər təcrübə sahibi birisi olaraq bütün suallara inanıram ki, cavablandıra bilərəm. Buyurun. Yəni biznesin batırılması ilə bağlı təcrübələrinizi bizlə bölüşə bilərsiniz. Biznesin batırılması onun üçün xüsusi bacarıq lazımdır məncə. Əslində hamımız doğuşdan sahibiz. O zarafat edirəm təbii ki, amma belə deyim, doğru biznes seçdiyinizdə və doğru inkişaf elətdirdiyinizdə o biznesin əslində batma şeyi yoxdur. Sadəcə müəyyən şeylər var ki, məsəl üçün, elə yerdə gəlib restoran açırsan ki, həmən yerdə sənin restoranın maraq olmur, tələbatı yoxdur. Arz tələb məsələsidir. Hamımız bildiyimiz ekonomidə, adicə mikroekonomida belə bir şey var ki, nəyə tələb varsa, onun qiyməti artır. Sənin tələb olmayan yerdə gəlib bir restoran açmağın, məsəl üçün, restoran açmağın və sənin həmən restoran deyək ki, lüks restorandır, həmən ətrafdakı insanların sənin restorana gəlməyə büdcəsi yoxdur. Sənin restoranına tələbat yoxdur, çünki bu insanlar orada demək olar ki, restoranlarda yemək yemirlərsə, sən gedib orada belə deyim, o restoran işini tutdura bilməzsən.
Amma deyək ki, bizim indi olduğumuz yer Varşavada mərkəzdə bir yerdə, amma məsəl üçün biraz kənarda bir mərkəzdə bir yer var. Mərkəzə yaxın daha doğrusu bir yer var. Orada biznes mərkəzləri var, hansı ki belə deyim, bəlkə də 300-400 şirkətin olduğu bir yerdir. Orada restoran yoxdur. Gedib orada bir şirkət açsanız, restoran açsanız və qiymətlər uyğun olsa, hətta desəniz ki, bu arada bir yatırım, hətta bir biznes şeyi də ola bilər, ideyası da ola bilər, tövsiyəsi də ola bilər, bəli. Gedib orada bir biznes açsanız və desəniz ki, saat 12-dən 3-ə ya da 4-ə qədər lunch menü var, fix məsəl üçün çorbası, yəni supu, salatı. Biznes lunch kimi. Bəli, biznes lunch kimi düşünürsüz. Normal qiymətiniz deyək ki 50 zlotidir. Bizim pulla desək 20 manatdır. Siz məsəl üçün bunu verəcəksiniz, məsəl üçün müəyyən endirimlə, diskountla, yəni 30% endirim verəcəksiniz və istər-istəməz o insanlar vaxt qısıtlıdır zaten. Yəni luncha ayrılan vaxt iş mərkəzlərində qısıtlıdır. 30-40 dəqiqə olur. Bəli. Ona görə hazır yeməklərə üstünlük verilir və həmin insanın bir ildəki gətirisi ona ikinci, artıq üçüncü şəbəkəni açdırır. Dediyim kimi, gedib başqa yerdə, yanlış yerdə nə qədər yeməyiniz gözəl də olsa, nə qədər təcrübəli də olsanız, o yerdə onu eləməyiniz mümkün olmayacaq ki, o yerdə tələb yoxdur ona. Bəli, ona görə onu düzgün seçmək lazımdır. Buyurun, sualınız. Anladım. İndi dediklərinizdən birinci olaraq ağlıma yatan dil məsələsi oldu. Dilin önəmini vurğuladı. Həqiqətən mən də burada gələndən bəri bunun çox önəmli olduğunu görürəm. Sizcə bu bütün Avropa dövlətlərində keçərlidir, yoxsa Polşa və Polşa kimi ölkələrdə bu var? Məsələn, Almaniyada və yaxud da ki, Hollandiyada ingilis dili kifayətdir. Amma burada da kifayət deyil. Bu bütün Avropa üçün keçərlidir, yoxsa sırf lokaldır? Çox gözəl sualdır əslində. Niyə? Birincisi Almaniya örnəyini verdiniz. Baxın, Polşa düzdür. 2019-dan sonra burada belə deyək ki, miqrantların sayı artıb. Miqrant deməyək, xarici gəlmələr deyək. Əcnəbilərin sayı artıb. Birinci səbəb təbii ki, dünyada iqtisadi böhran olması və müəyyən 3-cü dünya ölkələrindən və s. insanların belə deyək gəlməsi və ən əsas səbəb qonşu ölkə Ukraynada müharibənin olması. Müharibənin bunlara verdiyi işçi qüvvəsi kimi Ukraynalılar bura gəldi və əcnəbinin sayısı artdı və Polşada hal-hazırda yeni açıqlamaya görə 2,4% işsizlik var. Belə deyim, qısacası sualın özünə qaydası olsa, Almaniyada çox miqrant var. Çox yerli xarici var. Hətta belə deyim, Berlində Alman tapmaq olmur. Belə bir söz də var. Yəni məcaz var ki, Berlində Alman tapanda sevinirsən ki, Alman gördü Berlində. Görün, yəni vəziyyət necədirsə, nə demək istəyirəm indi? Çünki orada həm təbii ki, Almanca bilməyinizin sizə avantajları çoxdur. Almanlar da Almanca şey eləyirlər, müəyyən işlərdə spesifik olaraq Almanca sizə ehtiyacıdır ki, siz o işi Almanca bildiyiniz zaman 2 addım qabaqdasınız. Şübhəsiz. Təbii ki, burada da belədir ki, burada o qədər şey yoxdur. Xarici yoxdur. Ukraynalıların gəlməsi və Belarusların gəlməsi və s. və Orta Asiyadan da deyək ki, Azərbaycan və Türkmənistan, Qazaxıstan kimi ölkələrdən gəlməsi də burada rus dilini belə şey eləyir, ön plana çəkir. Amma əsas burada iş qurmaq, iş şeyi aparmaq genəldə iş rəhbərləri polyaklar olduğuna görə sizin polyakça bilməyiniz və dövlət strukturları ilə iş görə bilməyiniz üçün istər bu vergisi olsun, istər bu məhkəməsi olsun və s. olsun, polyakça əsas məsələdir. Burada belə bir şey də var. Çox təəssüf ki, millətçilik də var burada, bir balaca. Bəlkə də almanlar onu aşa bilərlər müəyyən səviyyə, amma polyaklarda belə bir ön yarğı var da. Siz Polşadasınızsa polyakça bilməlisiniz. Belə bir ön yarğı da var. Qınaya bilmirəm heç kəs, çünki Azərbaycanda mən də o söz deyirdim. Çox normaldır. Belə baxıram ki, ilkin bilikləri verdik, yəni ən əsas ön bilikləri verdik və bu kontentin bütün mövzularını danışmamaq üçün bitirməyimiz məsləhətdir bu videonu bu saat. Həm də gedib qabları da yumalıyam. Nə qabı? Buradakı biznesə başlayıram, qab yuma biznesinə. Ondan sonra bu saat ehtiyac onadır çünki. Tamam, təşəkkür edirəm izlədiyiniz üçün. Bu birinci giriş videosuydu. Bundan sonra detallı olaraq biznes üçün gərəkli olan hər bir məsələni Uğur bəy bizə öyrədəcək zamanla. Buna izlədiyiniz üçün minnətdaram, təşəkkürlər. Və bir də bir şey daha qeyd eləmək istəyərdim ki, videonu izləyəcək hər kəs üçün ümumiyyətlə Polşada və istər qanunvericilikdə olsun, suallar maraqlandıra bilər və yaxud da ki, bizneslə bağlı. Çünki biznes həqiqətən çox geniş bir sahədir. Anlayışdır. Çox geniş bir anlayışdır. Kimisi burada iş sahibi olmaq istəyir, kimisi burada tam tərsinə, yəni işçi olmaq istəyir və s. və s.
Qısacası sizdən də xahiş edərdim ki, yəni öz fikirlərinizi, suallarınızı kommentdə yazardınız. Biz də ona görə əslində bizim bir proqramımız var ki, o proqram əsasında belə deyək, bu məlumatlandırıcı videoları çəkəcəyik. Amma sizin suallarınız da təbii ki, bu yolda bizə köməkli olacaq. Çox sağ olun, təşəkkür edirik. Uğur bəy, sizə də çox sağ olun, təşəkkür edirik. İnşallah ki, bir faydamız olar bu video ilə kimlərəsə. Ümid edirəm. Minnətdaram, çox sağ olun.